Dünən çox möhtəşəm bir oyun oldu. Təbrik edirəm bütün futbol azarkeşlərini. Bəs gözləyirdinizmi? Əslində bəli, gözləyirdim. Çünki Qarabağa hər zaman inanırıq, hər zaman dəstəkləyirik. Bir daha bütün Qarabağ azarkeşlərinin, bütün Azərbaycan xalqını təbrik edirəm, gözləri aydın olsun. Təbii ki, sevindik. Əslində gözləmirdik düzü ilk iki oyunda belə qələbə, amma yəni inanırdıq və ümid edirdik. Sevinirik ki, ilk iki oyunu belə maksimum nəticə ilə qarşıladıq. Yəni sevincliyik. Hansı an daha çox yadınızda qaldı? Təbii ki, qollar maraqlı idi, amma son qol uzaqdan zərbə möhtəşəm qol idi. Hətta bəlkə qolun bu həftənin qolu seçilə bilər. Yəni ən maraqlanan yəni ikinci qol idi bəli. Bəli, izlədim. Çox maraqlı idi. Fəxr eləyirəm Qarabağla, Qurbanovla. Hansı an daha çox yadınızda qaldı? Vallahi ən çox bütün oyunu mən diqqətlə izlədim. İkinci time biraz qorxulu oldu. Çünki hücumlar çox oldu qapımıza qarşı, amma yenə də qol bizi sevindirdi. Təəssüratlarımız çox yaxşı idi. Qarabağa uğurlar arzulayırıq. Bu bizi qürurlandırır xalq olaraq. Çox sağ olun. Futbolda hansı məqam daha çox sizə maraqlı gəldi? Yəni, Qarabağın oyununda bütün məqamlar bizə maraqlıdır. Ona görə də yəni, oyunu yaxından izləyirik. Öncəliklə hamımız çox qürurlandıq. Qarabağın qalibiyyətinə hamımız sevindik. Gözəl oynadıq həmişəki kimi. Bir komanda olaraq bütün kimi oynadıq və axırda vurulan qol Adayın vurduğu qol həqiqətən də möhtəşəm idi. Qalib olacağını gözləyirdiniz? Düzün desək biraz tərəddüd eləyirdim. Amma sonda istədiyimiz nəticəni əldə etdiyimiz üçün xoşbəxtəm və Qarabağa gələcək oyunlarda uğurlar arzu edirəm. Məncə Qarabağ dünənləri çox gözəl bir performans göstərdi. Yəni bunu Qurbanova borcluyuq. Söz yox təbii ki. Amma vaxtında oyunçu dəyişiklikləri və temponun stabil saxlanması oyunun necə deyim gedişatında çox böyük rol oynadı həqiqətən. Bir Azərbaycanlı olaraq Qarabağ Futbol Klubunun fəxr edirəm. Və onu demək istəyirəm ki, yəni Qarabağ Futbol Klubu özündən qat-qat yüksək futbol klublarına oynasa belə həmişə arxasında olacaq. Hansı futbolçunun çıxışı sizə daha çox təsir etdi? Mənim əslində favori futbolçum orada Elvin Cəfərquliyev və Bəhlul Mustafazadə oldu. Amma yenə də oyunun ən yaxşı futbolçusu Elvin seçildi elə də həmçinin. Həqiqətən çox yaxşı performans göstərmişdi. Təəssüratlarım oldu ki, yəni heç kim gözləmirdi. Yəni nə Azərbaycan xalqı, nə xaricilər belə. Bu dəqiqə Danimarkada trenddədir Qarabağ. Yəni inşallah bundan sonrakı oyunlarda da daha yaxşı oyunlar göstərərik. Qrupdan çıxarıq. Bir Azərbaycan tarixinə düşmüşük, yəni davam etdirərik bu tarixi.